Salam əziz izləyicilər. Mən Fes Akademinin Kimya üzrə təlimçisi Həşimova Fatimə. Bu gün sizinlə növbəti sınağımızın müzakirəsini həyata keçirəcəyik. Birinci sualda Aha. Reaksiya verir və reaksiya üçün nə doğrudur? Metanın xlorla reaksiyası. Birləşmə və oksidaşma reduksiya reaksiyasıdır. Əvəzetmə və oksidaşma reduksiya reaksiyasıdır. Parçalama və mübadilə reaksiyasıdır. Dəyişmə və oksidaşma reduksiya reaksiyasıdır. Neytrallaşma və oksidaşma reduksiya reaksiyasıdır. Biz görürük ki, reaksiyaya daxil olan maddə metan və xlordur. Yəni metan alkanlara məxsus bir maddədir. Alkanların homoloji sırasında yer alır və onlar birləşmə reaksiyasına daxil ola bilmir. Onlar əvəz etmə reaksiyasına daxil ola bilirlər xlor ilə. Biz burada əvəz etmə variantını seçməliyik və oksidaşma reduksiyadır mı? Bəli, çünki burada ən azından oksidaşma dərəcəsi 0 olan bir bəsit maddə görürük. Yəni birinci sualın düzgün cavabı B variantı olacaqdır. İkinci suala nəzər yetirək. X və Y maddələrinin qaynama temperaturunu zamandan asılı qrafikinə görə doğru olmayan ifadəni müəyyən etməliyik. Baxın, birinci deməli qaynama temperaturunu zamana asılı qrafiki görürük ki, qrafikdən burada konstant, yəni stabil bir qrafikdən söhbət getmir. Amma ikinci qrafik stabildir. Biz də nə öyrənmişdik? Deməli, saf maddələr, fiziki xassələr sabit olan maddələrdir. Yəni, amma qarışıqların isə fiziki xassələr sabit deyildi. Deməli, birinci maddə qarışığa aiddir, birinci qrafik qarışığa aiddir, ikinci qrafik isə saf maddəyə aid olmalıdır. Və yaxud da yəni saf maddə də kimyəvi birləşmədir də bilirsiniz. İndi deyir ki, birincidə X maddəsi kimyəvi birləşmədir. X maddəsi kimyəvi birləşmə olsaydı, onda bu konstant olardı qrafik. Birinci ifadə səhvdir. X maddəsi məhlul ola bilər. Bəli, düzdür, məhlul ola bilər. Çünki məhlul da qarışıq olduğuna görə qaynama temperaturu sabit olmur. Y maddəsi məhluldur? Xeyr. Y maddəsi məhlul ola bilməz. Çünki məhlullar sabit qaynama temperaturuna malik olmur. 4Y saf maddədir. Bəli, 4Y saf maddədir. Düzgün ifadədir. Çünki qaynama temperaturu stabildir. Doğru olmayan ifadələr istəyir. Səhvlər 1 və 3-dür. A variantı ikinci sualın düzgün cavabıdır. 3-ə nəzər yetirək. Deməli, 1 mol suyun buxarlanması üçün lazım olan enerjini kilojoule ilə hesablayın. Deməli, suyun buxarlanması üçün lazım olan enerji. Burada nə edəcəyik? Biz ikinci tənlikdən birinci tənliyi deməli çıxırıq. Və bu zaman istilik effektlərini çıxdıqda 572 çıxılsın 484. Buradan 88 kilojoule ifadəsini alarıq. Amma bu 2 mol su üçündür. Bizdən 1 mol istəyir. O zaman 88-i də 2-yə bölərik. 44 kilojoule edəcəkdir. B variantı düzgün cavab olacaq. Dördüncü suala nəzər yetirək. Deməli, bu arada dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dördüncü suala nəzər yetirək. Deməli, 0,5 mol S2H6-da olan atomların sayı 0,25 mol SnH10-da olan atomların sayına bərabərdir. Eni hesablayın. S2H6-nın 1 molunda 8 atom var. 0,5-də isə 4 atom olacaq. Deyir ki, bəs 0,25 mol SnH10-daki atom sayına bərabərdir. 0,25 N üzərinə gəlsin. 2,5 bərabərdir 4. Yəni burada 0,25-i SnH10-un indekslərinə vururuq, oradakı elementlərin indeksinə və bu tənliyi alırıq. Buradan da 0,25 n bərabər 1,5-ə, n də bərabərdir 6-ya. Y variantı sualımızın cavabı olacaq 4-cü sualda. 5-ə nəzər yetirək. 5-ə. Deməli, elementin nisbi atom kütləsini müəyyən edin. Sistemdə mövqeyi verib. Üçüncü dövr, baxın, 1s2, 2s2, 2p6, 3s2, üçüncü dövr qrup A. İkinci qrup A yarım qrup. 3s2 ilə bitəcək deməli. X elementi deməli oldu bunun proton sayı 12, neytron sayı da 12-dir. Bəs elementin nisbi atom kütləsi A yerdə bərabərdir protona neytronun cəminə, o da eləyəcək 24. Yəni 24-ü də biz yuxarıda yazacaq. D variantı 5-ci sualda testimizin düzgün cavabı olacaq. Daha sonra gəl növbəti suala baxaq.
Suala nəzər yetirək. Fotosintez prosesində 15 litr oksigen alınarsa neçə litr karbon qazı bitki tərəfindən udular? Uşaqlar, əgər yəni siz belə sualla qarşılaşanda bilirsiniz ki, biz həm də imtahan zamanı vaxtla yarışırıq və fotosintez elə bir prosesdir ki, təbiət özü dəngəni qoruyur. Yəni 15 litr oksigen ayrılıbsa, deməli 15 litr karbon qazı udulub. Yəni ayrılan və udulan karbon qazlarının miqdarı bərabər olur. Reaksiya tənliyindən də zaten bu məlumunuzdur. Yəni reaksiyanı yazıb əmsallaşdırmaqdansa bunu yadda saxlayın ki, fotosintez elə bir prosesdir ki, əlbəttə əgər təsəvvür edin ki, karbon qazı çox udulsa və yaxud da ki, oksigen az ayrılsaydı və yaxud da tam əksi olsaydı, təbiətin nizamı pozulardı. Ona görə də yəni nə qədər oksigen, karbon qazı reaksiyaya daxil olursa, o qədər də oksigen ayrılır. 7-ci suala baxaq. Kristal qəvəzin tiplərini istəyir bizdən. Birincisi molekul, ikincisi ion, üçüncüsü isə atom olmalıdır. Birincisi X burada molekul olmalıdır. Molekulda üstəgəl var. Xeyr, A-da atomdur, B-də iondur, C-də molekuldur. D-də iondur, Y-də də atomdur. Yəni C-dən başlayırıq. Düzgün cavabımız C olacaq. Çünki bir dənə X-də C düzgündür. Y-ə baxaq uşaqlar. Y nədir? Aha, Y-ə nəzər yetirək. Dəqiqə. Aha, Y-ə nəzər yetirək. X, demək, Y nə olmalıdır? İon kristal qəfəsi, bəli, ion kristal qəfəsidir, oksid. Z isə atom kristal qəfəsi, silisium karbid atom kristal qəfəsi əmələ gətirir. 7-ci sualda düzgün cavab da C variantı olacaq. Və 8-ə nəzər yetirək. Bizdə parçalanma reaksiyasının sürətinin zamanı asılı qrafikinə əsasən nə doğrudur? Baxın, tau və burada tau 1 var. Biz bilirik ki, əgər oxun, deməli, X oxun üzərinə xətt dəyirsə, bu zaman reaksiya axıra qədər gedib. Yəni, reaksiya dönən deyildi. Axıra qədər gedib bitib artıq reaksiya. Yəni reaksiyanın getmə əlamətlərinə bir müşahidə olunur. Reaksiya axıra qədər gedir. Bir düzdür. Dönən reaksiyadır. Xeyr, dönən olsaydı bu yarımçıq qalardı. Qrafik baxın belə gəlməli idi dönən olması üçün. Yəni bu formada xəttə toxunmadan. Deməli, bu dönən reaksiyanın bir qismidir də, düzünə gedən reaksiyanın sürəti. Dönən reaksiyadır, xeyir. İlki maddə tabir anında tam sərf olunur, düzdür. Tabir anında tam sərf olunur, 3 düzdür. Hansı ifadələr doğrudur? 1 və 3. Deməli, hansı ifadələr doğrudur 8-də? Deməli, 1 və 3 ifadəsi olacaq. Sonra 9-a baxaq. 9-a nəzər yetirək. X elementi ilə eyni əsas yarım qrupda yerləşən Y elementin sıra nömrəsi müəyyən edin. Baxın, X elementi sıra nömrəsi 8-dir. Sizə bir qayda deyək. Əgər alt-alta yerləşən elementlər, Mendeleyev cədvəlində alt-alta xanada yerləşən elementlər, yəni kiçik dövrdən kiçik dövrə keçəndə sıra nömrəsi 8 vahid artır. Kiçik dövrdən böyük dövrə keçəndə isə 18 vahid artır. Yəni burada ya 8 vahid artma ya da 18 vahid artma var. Çünki bizə demir ki, həmin elementlər hər ikisi kiçikdir və yaxud da biri kiçikdir, biri böyükdür. Amma alt-alta yerləşən elementlərdə ikisi də kiçikdirsə 8 fərq, biri kiçik, biri böyük dövrdə yerləşirsə 18 qədər fərq olur. Yəni bu cavablardan biri var da düzgün cavab olaraq. 18-in üzərinə biz 8 gəlsək 16. 16 cavabı var B variantı. Məsələn 18-in daha doğrusu 8-in üstə 8 gəldik, 16 aldıq, B, düzdür? Və 18-in üzərinə əgər biz 8 gəlsə, edər 26. Görürsünüz ki, 26 cavabı yoxdur. Yəni, özü testdə o tənzimlənib. Cavablardan biri var, biri yoxdur. 10-cu sual. Deməli, ammonium nitrat tuzunun qapalı qabda parçalanması zamanı. Ammonium nitratın parçalanmasını yazaq biz. Əmələ gəlir və 2 mol su əmələ gəlir. Deməli, baxın, qapalı qab deyir. Qapalı qab nədir? Yəni, qabdan hər hansı bir maddə ayrıla bilməz. Burada su əmələ gəlir və N2O və qapalı qab olduğuna görə burada qaz ayrıla bilmir. Qaz ayrılmadığına görə də qabın kütləsi dəyişmədi. Nə əmələ içərisində qaldı da, yəni qapalı qabdır.
Aydınmı? Ona göre konstant olmalıdır qrafik. A variantı uyğun olacaqdır. 11-ci suala nəzər yetirək. Katalizator nəyə təsir etmir? Reaksiya sürətinə təsir edirmi? Bəli. Bir düzdür. Reaksiya istiliyi effektinə xeyir. Dönən reaksiya istiqamətinə xeyir. Nəyə təsir etmir? 2 və 3. 11-də cavab 2 və 3 olacaq. Yəni təsir etməyəni istəyirsiniz. Aha. 12-ci suala nəzər yetirək. Deməli, A qaz üzərinə gəlsə 2 mol B qazı və D maye əmələ gəlib. Uşaqlar bizdən nəyi istəyir? 12-ci tapşırıqda. Reaksiyanın sürətinin anomaliyar qatlığından asılığı. Deməli, reaksiyanın sürəti başlanğıc maddələrin anomaliyar qatlıqla düz mütəsirdir. Yəni, reaksiya başlanğıc maddə əlavə etdikcə reaksiyanın sürəti artır. Yəni, düz mütənasib qrafikdə burada yalnız birinci idi. Burada cavab yalnız 1 olacaq. 12-ci sualda. 13-ə nəzər yetirək. Reaksiya təzyiqin dəyişməsi necə təsir edir? Hansı halda tarazlıq sağa yönələcək? 13-də tarazlığın sağa yönəlməsini istəyir. Birinci reaksiyaya baxsaq, uşaqlar, karbon bərk olduğuna görə, yəni o tarazlığa təsir etmir də. 1 mol oksigen, 1 mol karbon qazı. Bura ümumiyyətlə heç təzyiqin dəyişməsi reaksiyanın tarazlığına təsir etmir. İkincidə təzyiq azaldılır. Deməli, başlanğıcda var 4V, reaksiyada var 2V reaksiyadan sonra. Təzyiq nə olub? Azalır. Təzyiq azalırsa həcmin artması istiqamətinə yönəlir. Həcm hansı istiqamətdə artıb? Sol tərəfdə. Yəni sola doğru yönəlməlidir. Bir təsir etmədi, 2 də sola doğru yönəldi. 3-ə baxaq. 2V idi reaksiyanın əvvəlində, sonda isə üzr istəyirəm 2V bu, burada da bir 3V idi. Reaksiya başlanğıc maddələrin həcmi, alınanı isə 2V və deyir ki, təzyiqi artırmısan. Təzyiq artanda həcmin azalması istiqamətinə yönəlir. Həcm harda azalıb uşaqlar? 2V sağa doğru azalıb. Deməli, həqiqətən də 3-cü reaksiyada təzyiqin artırılması tarazlığı sağa yönəldir. 13-cü sualda cavab yalnız 3 olacaqdır. 14-cü suala gəlin nəzər yetirək. Aha. 1 mol natrium hidroksid həll olmuş məhlulun qatlığı 0,4 mol bölünsün litrdir. Məhlulda 2,5 litr su əlavə edilərsə, alınan məhlulda qələvinin molyar qatlığını hesablayın. 1 mol natrium hidroksid əlavə olmuş məhlul. Deməli, nü nədir uşaqlar? 1-dir. S bərabər 0,4 və deməli, S bərabərdir nü bölünsün V-dən, V bərabərdir 1 bölünsün 0,4-dən. Aha. Buradan da alırıq 2,5 litr. Niyə litr? Çünki vahidə baxın, mol bölünsün litrləndir də və litrlə olur burada. Və deyir 2,5 litrdə su əlavəsini. 2,5 var idi, 2,5-də əlavə etdik. V2 neyinə bərabər olacaqdır? 5 litr olacaq. İndi məhlulun molyar qatlığını hesablayaq. S bərabər nü bölünsün V, yəni mol olduğu kimi qalıb. Qatlıq daha doğrusu məhlula əlavə olan suyun miqdarı artıbdır. 2,5-dən 5-ə doğru artıb, o da eləyəcək 0,2, 5-də 1, 0,2 mol bölünsün litr. Yəni 14-cü sualda cavab 0,2 olacaq. 15-ci suala nəzər yetirək. Gəlin lövhəmizi təmizləyək əvvəlcə. 15-ci suala nəzər yetirək. A plus B bərabərdir AB dönən reaksiya qrafikinin düzgün izahını göstərin. Aha, 15-ci sual. Düzgün izahını göstərin. İki xətt kimyəvi tarazlıq halını ifadə edir. İkinci xətt, bəli, birinci xətt uşaqlar düzünə gedən reaksiyanı, üçüncü xətt əksinə gedən, iki isə kimyəvi tarazlığı ifadə edir də, məlumdur bu nəzəriyyədən. Çünki birincidə reaksiyanın sürəti get-gedə azalır, ikinci reaksiyaya artır və elə bir an gəlir ki, birinci və ikinci reaksiya, üçüncü, yəni xətlərdə, belə deyək də, düzünə və əksinə gedən reaksiyanın sürətlərinin bərabər olduğu bir an gəlir. Onda da tarazlıq anı deyilir. O da burada qrafikdə 2 nə ifadə olunur. Deməli, birinci ifadə düzdür. Bir əyrisi parçalama reaksiyanın sürətinə aiddir. Xeyr, bir əyrisi birləşməyə aiddir. 2 səhvdir. 3 parçalamadır. Bəli, 3 düzdür. 1-dən 3 düzgün cavabdır. 15-də 1 və 3. Düzgün cavabımız olacaq. Aha, 16-cı suala nəzər yetirək. Reaksiyamız verilib, azotun hidrogen ilə reaksiyası amonyak əmələ gəlir. Deyir ki, hidrogenə görə 0,9 mol bölünsün litr saniyədirsə, azota görə sürəti hesablayın. Baxın uşaqlar,
1 mol azota 3 mol hidrogen sərf olur. Hidrogenə görə sürət 0,9-dursa, azota görə x olacaq. Yəni əmsallardan istifadə edirik. 1-in 3-ədir, hidrogenə görə sürəti verib 0,9 yazırsan hidrogenin əmsalının altında. Azotu istəyir, azotu x yazdıq. X sayıcı 0,3 mol bölünsün litr saniyə. Cavab 0,3 edəcəkdir. 17-ci suala nəzər yetirək. Bərabər kütləli metan və oksigen qarışığı 3 moldur. Qarışığın tam yanmasına neçə qram su alınır? Metanın kütləsi bilirik 16-dır, oksigen isə 32-dir. 3 moldursa bərabər kütləlidirsə, deməli burada metandan 2 mol götürübdür. Oksigenden isə 1 mol götürüb. Yəni 1 mol oksigen 32, 2 mol metanda 32 qram edir. Kütlələr bərabərdir, molların sayı cəmdə 3-dür. Yəni şərtimiz ödənir. Qarışığın tam yanmasına neçə qram su alınar? Metanı oksigende yandıraq. Karbon qazı və su və qarışığın tam yanmasına neçə qram su alır? Burada oksigendir uşaqlar. Oksigen yanmır da, məlum olduğunuz kimi. Oksigen yanmağa kömək edən maddədir. 2 mol metan verilibdir. 2 mol metan. Yəni biz burada 2 mol metanı yandırıb ona əsasən alınan suyu götürməliyik. Baxaq bir dənə. Reaksiyamızı bərabərləşdirək. 2 bura qoyduq. 4, 2. Reaksiyamız bərabərdir. Bəli, bərabərdir. İndi 1 mol metan yananda 16, 18 vurulsun 2. 2 vurulsun 18 mol. Deməli 2 vuraq 18 mol. Daha doğrusu 2 vuraq 18 qram su ayrılıbdır. Biz deməli bizə 2 mol metanda 2 mol metan yansa nə qədər ayıra bilərik? Yəni nə qədər su əmələ gələr? Çünki bizə 2 mol metan olubdur. X qədər. X də bərabərdir 18 vurulsun 4. O da eləyəcək 72 qram. 17-ci sualda bu. 18-ci suala nəzər yetirək. Reaksiya təhlilində reduksiya edilən əmsalını müəyyən edin. Gəlin reaksiyamızı əmsallaşdıraq. Dəyişənlər kalsium 0-dan müsbət 2-yə, azot müsbət 5-dən müsbət 1-ə doğru dəyişib. Kalsium 0-dan kalsium müsbət 2-yə. Azot müsbət 5-dən azot müsbət 1-ə. Burada görürsünüz 2 dənə azot atom var. Onu mütləq nəzərə alırıq. Bu elədir mənfi 2 elektron. Bu da 4 vursun 2, 8 elektron. Bu nə oldu uşaqlar? Reduksiya edici. Bu isə oksidləşdirici. Burada baş verdi oksidləşmə prosesi. Burada isə baş verdi reduksiya prosesi. Və 2, 8, 8, 2 yazaq əmsalları 4-ün 1-ə olacaqdır. Kalsium qarşısında 4 yazdıq. N2 onun da qarşısında 1, amma bu 1-i bilirsiniz ki, yəni özünüz hesablamada yaza bilərsiniz ki, gözünüzün qarşısında olsun. Yaddan çıxarmayasınız burada 1 olduğunu, amma əmsal olaraq bilirik ki, 1 yazılmır. 10 dənə də azot oldu. Və deməli 5 mol da su. Oksigenlərə baxaq. 2 dəfə 3, 6, 24, 25, 30 və 10 vur 3, 30. Əla, reaksiyamız əmsallaşır. Reduksiya edici hansıdır uşaqlar? Kalsiyumdur. Və çünki 2 dənə elektron veribdir kalsiyum. Deməli, reduksiya edici əmsal neçədir? 4. 18-də düzgün cavab 4 olacaq. 19-a nəzər yetirək. 19-cu sualda doğru olan ifadələri müəyyən et deyir. Yanma oksidləşmə reduksiya reaksiyasıdır. Bəli, çünki orada oksigenden istifadə olunur.
və bəsit halda olan bir maddədən istifadə olursa, deməli orada oksidaşma reduksiya reaksiyası var. Yəni reaksiyada bəsit maddə varsa. Bir düzgün ifadədir. 2. Mübadilə reaksiyaları istilik həmişə udulur. Xeyr. 2. Yanma reaksiyaları işıq və istiliyin ayrılmasıyla gedir. Düzdür. İstilik effekti həmişə müsbət qiymət alır. Xeyr, mənfi qiymət də ala bilir, bilirsiniz. İstilik effekti ədəd qiymətçi reaksiyanın entalpiyasının dəyişməsilə bərabərdir. 5 də düzgün ifadədir. Yəni 1-2 istilik effekti ədəd qiymətçi reaksiyanın entalpiya dəyişməsilə bərabərdir. İşarəcə isə əks olurlar. 19-da da cavab 1, 3, 5. 20-ci suala nəzər yetirək. Qazların atom sayını müəyyən edin. 2Na, 3Na və 4Na. Gəlin bir A'nı hesablayaq. Uşaqlar, A'da 0,5 mol metan. 1 mol metanda 5 atom varsa 0,5-də 5-in yarısı qədər, yəni 2,5 Na olacaq. B variantında 0,5 mol amonyak, 1 mol amonyakla 1 azot, 3 hidrogen, 4 atom varsa 0,5'də onun yarısı qədər 2 Na qədər atom olacaq. C'də 1 mol amonyakda görürük 4 atomdur. D'də 0,5 mol S2H6'da 1 molda 8 ise 0,5 molda 4 Na olacaqdır. Və 7 1 mol azon. Azon qazında da bilirik 3 dənə atom olduğuna görə 3 Na, yəni atom sayı Avogadro'ya ifadə olanda 3 Na olur. İndi uyğunlaşdıraq. 1, 2, 3 hansıdır? 1, 2 Na. Oldu 2 Na B variantı. 2, 3 Na istəyir. Y variantı azonda və 4 Na, 3-də isə 4 Na istəyir. C və D variantları uyğundur. A variantı uyğun deyil bu variantlara. Yəni 1, 2, 3 ifadəsinə uyğun deyil. Aha, bugün sizinlə mən FES Akademinin kimya üzrə təlimçisi Fatimə müəllimə idim. Ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi əlaqə saxlaya bilərsiniz. Hələlik. Yəni sınağımızın izahı bitdi. İnşallah gələn izahlarda görüşəndə gedir.